Sonsuz istəklərin var. Bitir istəklərin. Neçə ildir bitib istəklərin. Biri qutarıb demisən o birisi. O birisi qutarıb bu birisi. Ağsaqqallar, yaşlılar, analar bitib istəkləriniz. Bitmir. İnanın mənim sözlərimə 500 ildə yaşıyorsunuz bitməyəcək. Əbədi bu dünyada yaşıyorsunuz bitməyəcək. Sizin istəyiniz bitməyəcək. Bir insan olaraq istəyiniz bitməyəcək. Əgər istəklər sonsuzdur, deməli sonsuz qüdrət bizi təmin edə bilər. Sonsuz qüdrət. O kimdir? O Allah. Məhdudlarla sən rahatlaşa bilməyəcəksən. Başa düşürsən? Məhdudlar səni qane eləməyəcək. İbrahim peyğəmbər belə sözü vardı ya: "La uhibbul afilin." Mən qürub edənləri sevmirəm. Məşhur kəlməsidir İbrahimin. Biz nə qədər fəlsəfə yatıb. Mən qürub edəni sevmirəm. Yəni bir şey ki, ya bir müddətli idi, mən o sevmirəm. Mən insan olaraq belə xəlq olmuşam ki, qürub eləyəni sevmirəm. Mən fani istəmirəm, faniyə aşiq olmuram. Mən baqini axtarır mənim qəlbim.